Slavyanka limonadları ölkəmizin səfalı güşələrindən biri olan Gədəbəy rayonunun Slavyanka kəndində istehsal olunur. Yüksək standartlara cavab verən bu məhsulların istehsalı zamanı məşhur Novlu bulağın suyundan istifadə edilir. Şüşə və plastik qablaşdırmalarda təklif olunan Slavyanka limonadlarının düşes, tərxun, üzüm, nar və limon kimi çeşidləri sayəsində əsl limonad dadını hiss edəcəksiniz. Gədəbəyin səfalı güşələrindən biri olan Slavyanka kəndindəki Novlu bulağın suyu zavodda xüsusi hovuzlara yığılır. Orada su xüsusi filtrlərdən keçirilir. Daha sonra müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarda suyun fiziki kimyəvi, orqanoleptik, yəni dad-qoxu tərkibi və ən əsası mikrobioloji tərkibi yoxlanılır. Onu da qeyd edək ki, bu cür yoxlama hazır məhsul partiyasının üzərində də aparılır. Yoxlamadan keçən su partiyası divarlarına xüsusi membran çəkilmiş sonuncu hovuza verilir. Fasiləsiz səslənən müqəddəs Quran ayələrinin sədaları altında suya həm halallıq qarışır, həm də onun strukturu yaxşılaşır. İyyəkə na'budu və iyyəkə nəstə'in. Bundan sonra su istehsal xəttinə verilir. Zavodun istehsal sahəsi modern və yüksək sanitar epidemioloji tələblərə cavab verəcək səviyyədə qurulub. Bütün avadanlıqlar İtaliya, Almaniya, Belçika və Türkiyə istehsalıdır. Orada ilkin şərt təmizlik və gigiyenadır. Zavoda daxil olan hər kəs birdəfəlik maska və papaqla təmin olunur. Daha sonra avtomat qurğu tərəfindən ayaqqabıların altı təmizlənir və daxil olan şəxs əllərini yuyur. Əllərini yuduqdan sonra hər iki əli qurğudakı xüsusi oyuğa daxil etmək lazımdır. Burada əllərə insan orqanizminə heç bir zərər verməyən xüsusi dezinfeksiya edici maddə vurulur. Yalnız bundan sonra avtomat turniketi açır və qonaq zavodun istehsal sahəsinə daxil ola bilir. Mətbəx hissəsində limonad hazırlanması üçün lazım olan reseptura tətbiq edilir. Yüksək keyfiyyətli dadlandırıcılar və aromatizatorlar da məhz burada qarışdırılır. Slavyanka limonadlarının bazardakı əksər markalardan böyük fərqi və üstünlüklərindən biri də məhsulda şirinləşdirici maddə kimi saxarozadan deyil, xalis şəkərdən istifadə olunmasıdır. Bu, baha başa gəlsə də, keyfiyyət və sağlamlıq üçün vacib bir məqamdır. Slavyanka limonadlarının şüşə və plastik qablaşdırmalarda təklif olunması iki ayrı istehsal xətti vasitəsilə aparılır. PET butulkalar hazır yarımfabrikat şəklində Türkiyədən idxal olunur. Burada o, Almaniya istehsalı olan xüsusi avadanlıq vasitəsilə öz son formasını alır. Avadanlığın əsas xüsusiyyəti azca nöqsanı olan məhsulu xəttdən çıxararaq dərhal kənara tullamasıdır. Artıq öz formasını almış butulkalar dərhal növbəti avadanlığa ötürülür və orada da avtomat dolum prosesi baş verir. Dolum başa çatdıqdan sonra növbəti mərhələdə butulkaların qapaqları bağlanılır. Məhsul ötürmə xətti vasitəsilə etiket vurma nöqtəsinə göndərilir. Etiketlənmədən sonra məhsullar paketlənmə məntəqəsinə ötürülür. Bu işi icra edən robot litrajlardan asılı olaraq məhsulları kasetlərə vurur. Ən son nöqtədəki avadanlıqsa kasetləri üst-üstə yığır və paletlərə vuraraq streçləyir.
hazır paletlər avtokar vasitəsilə anbarlaşdırılır. Daha sonra həmin məhsullar şirkətin xüsusi avtomobillərinə yüklənərək satış üçün Bakıya və ölkəmizin digər güşələrinə göndərilir. İstər istehsal xəttinin müasirliyi, istər məhsulun tərkibi, istərsə də məhz regionda istehsal olunması Slavyanka limonadlarını çoxlarından fərqləndirir. Bu baxımdan Slavyanka limonadları həqiqətən də seçilir.